bayaq bir müştəri gəlib, qapı ustanovka deyir. Yəni qapını ustanovka elətdirmək istəyir. Bu təzə qapılar çıxıb 120 manata, 130 manata, ştampovka list. Dedi ki 120 manat almışam. Qapını göstərir necədir? Qəşəngdir də tərifləyir ora bura. Qapıya da səncə müştərilər başı çıxmır, amma usta ən az heç olmasa müştəriyə izah eləməlidir. Hara qoyasan, necə qoyasan, bu bina evinə yarayırmı, bu həyət evinə yarayırmı? Yəni bir məhsul satmağın dərdindən oradan kəsirlər, buradan kəsirlər. Heç olmasa bax, bilirsiniz hansı? Burada bir dənə list var, indi göstərəcəm. Bax, bu listdən qapı yığılır. Yəni bu listdən qapı olur ümumiyyətlə, bax. Buna bax. Bax, əyirəm bunu. Bir şey ki, əllə əyilir. Qapıya baxıram, yaxşı bu qapını yığmısan. İndi bina evində o qədər də tez çürüyən deyil. Bina evində çürüməsə də onun qırağına, yaşmaq tərəfinə heç olmasa palasa vur. Baxıram onu da vurmayıb. Yəni palasa vur ki, yəni 10 manat müştəri artıqdan verəcək. 10 manat, 120 olmasın 130 verəcək. Onu vur ki, qapı örtülüb bağlandan sonra bir müddət sonra o yaşmaq tərəfi çölə çıxır deyə o 1 sm yarım falan. O başlayacaq əyilməyə. Qapının çərçivəsinə baxsan içəridən kvadrat vurmayıb. Bax bu çərçivədir, məsələn, qapılar indi darvazada olmur. Bağlanan yerdə bax burada kvadrat olmalıdır ki, külək keçməsin. Heç olmasa ən ucuz, demirəm rezin qoy. Nəsə maşın rezini qoy. Ya heç olmasa bir kvadrat vur. Deyirəm ki, bir 10 manatda bunu əlavə eləyərsən. Bax belə. İndi hamı girib bir-birinin bəhsinə, biri 130-a qoyur, o birisi 120-yə qoyur. Müştəri də heç kimi qınamıram. Hamı ucuz istəyir, hamı ucuza qaçır. Çünki hər kəsin imkanı yoxdur. Amma satanda müştəriyə başa salmaq lazımdır. Bax bu ucuz olsa da bunun belə nüansları var. Bir dənə də 20 manat, 25 manat o ucuzdan olan qiyməti ondan biraz bahasını düzəlt. Deyirəm ki, beləsi də var. Yəni sən müştəriyə başa salsan, inanmıram hansısa müştəri 20-25 manata görə, yəni külək keçirdən, yaşmaq keçən tərəfdə, yəni o tərəfi tez əyilən qapını seçsin. O əlbəttə ki 120 yox 140 verər, deyər ki, qoy bunu qoy. Belə pul qazanmaq o yəni düzgün deyil də. Müştəri gedir alır, o bilmir, başı çıxmır. 2 aydan, 3 aydan, lap 6 aydan sonra gedir təzədən bilir mənfiləri nədir. Sonra gedir təzədən bir dənə də qapı alır. Bunu niyə ziyana salırsan? Yəni onsuz da axır əvvəl biləcək də bu. Neysə. İşlərinizdə Allah köməyiniz olsun. Dinlədiyinizə görə biraz da vaxtınızı aldım. Əssalamu əleykum.